بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، الصلاة والسلام على أشرف الأنبياء والمرسلين عبد الله محمد وعلى آله وصحبه وسلم تسليما كثيرا وبعد. Salamlayıram hər birinizi Allahın salamı ilə. Selamun aleyküm və rəhmətuhu və barakatuhu. Və Allah'a həmd edirəm ki, Allah Teala bizi cəm elədi bu gözəl məclisdə, hansı ki Allah Teala həmçinin Rasulü sallallahu aleyhi və səlləm tərif edib, mədh edib, səna edib bu məclis əhlinə və Allah Teala onları bağışlayacağı barədə xəbər verib və xəbər verib ki, o cəmaat hansı ki onlar Allah Teala'nı zikr eləmək üçün oturublar, onlar elə bir cəmaatdır ki, onlarda bədbəxtçilik olmaz və ya onlarla oturan bədbəxt olmaz. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm Allah Teala'nın bu cür dediyini xəbər vermişdir. O vaxt ki, mələklər göndərir, Allah'ı zikr eləyən insanlar cəm olduğu yerlərə və onlar mələklər gəlib otururlar. Sonra qalxırlar Allah Teala'nın qatına. Allah Teala bəzi suallar verir onlara. Onlar orada niyə yığışmışdılar, nə istəyirdilər və s. və ilə axır. Allah Teala buyurur ki, mən onların hamısını bağışladım. Mələklərdən biri deyir ki, ey Rəbbim, onlardan biri var idi, gəlmək istəmirdi ora. Sadəcə olaraq yoldan keçəndə gəldi, oturdu onlarla. Yəni onlar da, o da mı onların zümrəsinə, dəstəsinə aid olmur. Yəni demək istəyir ki, mələk o birisi gələnlər niyyət edib gəlmişdilər, amma bu birisi yoldan keçirdi. Sadəcə gəldi, oturdu. O da mı bağışlandı? Allah Teala buyurur ki, onu da bağışladı. Və sonra əlavə edərək buyurur ki, onlar elə bir cəmaatdır ki, onlarla oturanlar bədbəxt olmaz. Və necə bədbəxt olsun insan əgər Allah Teala xatırlanan yerdə oturubsa, hansı ki orada sükunət var, rəhmət var, xeyir var və bərəkət var. Allah Teala'dan istəyir ki, Allah Teala bu neyməti bizim üzərimizdə davamlı eləsin. Və sonra bil ki, insan mükəlləf olduğu halda əmrlər və qadağalarla mükəlləf olduğu halda onun elə bir əzası, elə bir bədən üzvü var ki, insan həyatında onun əhəmiyyəti mühümdür. Və o insanın özü barədə ifadə edib və başqaları barədə ifadə edə bilməsini asanlaşdırdığı bir üzvdür. O da dildir. Allah Teala bizə dil verib və bizə danışmağı öyrədib. Biz danışa bilirik. Danışmağı bizə Allah öyrədib. Ər-Rəhmən, rəhmən olan Allah, Ər-Rəhmənu alləməl Qur'an, xaləqəl insan, alləməhul bəyan. Allah insanı yarattı, Qur'anı öyrətdi ona və ona bəyan eləməyi öyrətdi. Yəni danışmağı. Allah Teala bizə danışmağı öyrədib. Biz danışa bilirik, bu böyük bir neymətdir. İfadə edə bilirik öz hisslərimizi, fikirlərimizi. Ona görə alimlər kəlamı danışa bilməyi böyük neymət sayıblar. Və Allah Teala danışıb. Özü barədə Cəbrailə Tövratı nazil edib Musaya, İsa'nı şərəfləndirib İncillə və Qur'anı danışıb Cəbrailə, o da Muhammed sallallahu aleyhi və səlləmə. Allah Musa ilə danışıb Tur dağında və nə qədər yerlərdə Allah Teala xəbər verib, bəyan edib və kəlam neyməti ilə Allah Teala bizi şərəfləndirib. Lakin bil ki,
Kəlam insanın ağlını ortaya qoyan bir şeydir. Yəni insan kəlam, söz danışanda baxırsan ağlı necədir. Ona görə insan gərək danışanda nəzərə alsın ki, başa düşsün ki, o danışdığı zaman özü barədə təqdimat verir. Ona görə alimlər deyir ki, kəlam insanın içini və qəlbini və qəlbindəkiləri çıxardıb zahirə qoyan bir maşa kimidir. Necə çömçə qazanın içərisinə daxil olur və oradan çıxardır nəyisə qaba qoyur. Və insanın kəlam danışa bilməsi də insan içindəkilərini ortaya qoymasıdır. Ona görə insan ağlını ən çox bariz etdiyi orqanlarından biri dilidir. O ağlını ortaya qoyur. Ona görə gərək fikir verəsən, həm sevincli halda danışanda, həm qəzəbli halda danışanda fikir verəsən. Çünki o sənin ağlını ortaya çıxardan bir meyardır. Kəlam mühümdür. Və sən hava əhlisənmi? Yoxsa sən haqq əhlisənmi? Haqqa mı tabi olursan? Nəfsə mi tabi olursan? Onu bəyan edən bir üzvdür. Yəni insan bəzən qəzəblənəndə zülm eləyir. Bəzən xoşu gəlməyəndə havasına uyğun hərəkət eləyir. Havasına uyğun söz danışır, havasına uyğun hökm eləyir. Bu onun ağlının və imanının təzahürüdür. Və şək də yoxdur ki, ağıl insanda ən ali, ən uca məsələlərdən sayılır. Yəni ağıl, Allah Teala Quran-ı Kərimdə nə qədər ağlınız kəsmirmi? Əfələ təqilun. Ağlınız kəsmirmi? Yəni ağla Allah Teala mühüm yer ayırıb. Lakin biz ağlımızı necə ortaya qoyuruq? Kəlamımızla. Və insan əgər bir şeydən çox danışırsa, çox şey kəlamda, o şey əhatə olunursa, deməli o şeyi çox sevir. Həmçinin kəlam bəyan edir ki, sən nəyi çox sevirsən? İnsan nəyi çox sevirsə, onun barədə danışır. Nədən xoşu gəlmirsə, istəmir danışsın. Ona görə, məsələn, görürsən bir insan ki, onunla artıq münasibətlərin kəsilib, deyirsən, filan kəs vardı, adı nə idi onun? Adı yadından çıxdı. Çünki unutmuşsan artıq, o sənin dilində zikr olunmur, xatirəndə qalmıyor. Amma hansı ki, münasibətdəsən, adı ən birinci sənin zehninə gələndir. Kəlamı onunla başlaya bilirsən. Ona görə bununla da seçilir Allah Teala'nı sevənlər, Allah Teala'nı zikr eləyənlər və Allah Teala'nı zikr eləməyənlər. Öz kəlamları ilə kəslər ki, Allah Teala'nın sevgisindən, Allah Teala'nın rizasından bəhs edirlər. Lakin qabaqlarında içki, Allahın haram etdiyi, əllərində cana ziyan, cibə ziyan siqaret və ağızlarında söyüş, burada Allahın sevgisindən, məhəbbətindən söhbət gedə bilməz axı. Təzahür deyil. O sevgi izhar olmur. O sevgi önə çıxmır. O sevgi üzə çıxmır. Bu sevgidən bəhs eləmək əbəsdir. Ona görə kəlam izhar eləyir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Allahı xatırlayanla Allahı xatırlamayanın məsəli ölü ilə diri məsəli kimidir. Kəlamla Allahı xatırlamaq qabiliyyəti ilə insanın diri olması vəsf olunur. Allah Teala'nı xatırlamamaqla ölü olması vəsf olunur. Yəni, kəlam böyük bir, əzəmətli bir şeydir. O buyurur ki, nə ki sənin ağlında, nə ki sənin dilində varsa, sən onu danışırsan, bu o sənindir. O başqasının deyil. Danışdıqların sənindir. Və sonra
alimlər kəlama, danışmağa şərtlər qoyurlar. Və deyirlər, insan danışanda bu şərtləri düşünməlidir. Bu şərtlər yerinə yetəndə danışmalıdır. Əks halda danışmasa daha yaxşıdır. Buyururlar ki, kəlamın növləri var və şərtləri var. Əgər bu şərtlərə əməl etməsə insan o kəlmələrdə ayağın sürüşməsindən qaça bilməz. O kəlmələrdə ayaq sürüşməsindən qaça bilməz. Bu şərtlərə əməl etməsə. Və sonra buyururlar ki, bil ki, birinci şərt danışmaq o vaxt ki, ehtiyac var. O vaxt ki, sözə ehtiyac var. Şərtin birincisi odur. İnsan gərək ehtiyac olsa danışsın. Ona görə Allah Teala peyğəmbərləri göndərirdi, ehtiyac var idi ona görə. Ehtiyac vardı, Allah başlayır danışmağa, tövsiyə eləməyə, insanlara öyüd verməyə, nəsiyyət verməyə və peyğəmbərlər gəlirdilər qövmlərinə, cəmaatın içinə və danışırdılar onlar. Ehtiyac vardı ona görə. Ona görə o kəlamların heç biri boş olmadı, qardaşlar. Əksinə Allah o kəlamları illər və əsrlər boyu qorudu. O kəlamlar gəldi bizə çatdı. Kimlərin sinəsindən, kimlərin sinəsinə, kimlərin qələmindən, kimin qələminə ötərək. Səhifələrdən səhifələri dolaşaraq gəldi bizim əlimizə çatdı. Allah o kəlamları qorudu. Çünki o kəlamlar ehtiyac olanda deyilmişdi. Və Allah Teala ona görə qoruyub ki, o kəlamlara həmişə ehtiyac var. O kəlamlara həmişə ehtiyac var. Və alimlər deyir ki, birinci odur ki, şərt insan ehtiyac olsa danışsın. Və həmçinin o danışıqda fayda varsa danışsın və ya hansısa bir zərəri uzaqlaşdırmaq varsa danışsın. Əgər danışıqda fayda yoxdursa. Əgər o danışıqda heç bir zərər, heç bir şər uzaqlaşmayacaqsa, əksinə artacaqsa, danışmağın nə mənası var? Belə hallarda susmaq əvladır. Susmaq daha üstündür, nəinki danışmaq. Ona görə birinci şərt danışmaq üçün alimlər 4 dənə şərt gətirirlər əsas. Onların birincisi ehtiyac varsa danışmağa. Ehtiyac varsa da mənası odur ki, danışanda xeyri cəlb eləmək və şəri uzaqlaşdırmaq. Əgər yoxdursa bu şey, uzaq durmaq yaxşıdır kəlamdan. Uzaqlaşmaq yaxşıdır. Onun xeyri daha çox olacaq. Yəni, sükutun xeyri, sakitliyin xeyri daha çox olacaq, nəinki danışmağın. Və bil ki, insan həmişə danışaraq fayda vermir. İnsan bəzən susaraq fayda verir. Və unutma ki, alimlər deyir ki, bu 4 dənə şərtlə, bu 4 dənə şərtə əməl etməyən insan kəlamında ayağının sürüşməsi, dilinin sürüşməsi ləbuddur. Ləbuddur, yəni qaçılmazdır. Yaxşı, deyə bilərsən, hardan bilirlər onlar bunu? Təcrübədən. Təcrübədən. Və həmçinin Peyğəmbər s.ə.v hədislərindən və həmçinin Allah Teala ayətlərindən onlar bu məqsədi, bu qayəni hasil edib ortaya qoyurlar ki, yəni təcrübə eləmə, artıq təcrübə olunub. Demə, qoy bir dənə görüm, yeri olmayan yerdə danışım görüm nə olacaq. Demə, gördün hələ bir yer danışma. Artıq onlar təcrübə ediblər və ya kimlərdə sən görüb təcrübə götürüblər. Birinci şərt, ehtiyac olmasa və ya o kəlməyə ehtiyac olmasa danışma. Və Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu xüsusda buyurur ki, kim Allaha və axirət gününə iman edirsə, ya xeyir danışsın, ya da sussun. Ya xeyir danışsın, ya da sussun. İkinci şərt, hansı ki alimlər gətirir, əgər danışacaqsa, mövzuya uyğun danışsın. Mövzuya uyğun danışsın. Mövzuya uyğun olmayan şey danışmasın. Və həmçinin danışdığı zaman öz növbəsini gözləsin. Bir, mövzuya uyğun danışsın. İkinci, növbəsini gözləsin. Burada böyük hikmətlər var. Yəni, tutaq ki, bir məsələdir.
Orada səndən yaşlılar var, danışırlar. Sən də bilirsən, sənin də haqdan payın var. Sən də doğrudan xəbər verə bilərsən orada və danışığında fayda var və ehtiyac da var sənin danışığına. Lakin gözlə. Gözlə, qoy böyüklər danışsın. Onlar bitirsin, sonra desinlər ki, ey filan kəs, sən də nəsə bilirsənsə danış. Və sən də danışırsan, vaxtını gözləyərək. Və bu xüsusda Peyğəmbər sallallahu aleyhi ve sellemin sahabesi Abdullah ibn Ömər radiyallahu anh rivayət etdiyi hədis hansı ki, deyir ki, mən Allah Rasulü sallallahu aleyhi ve sellem Abu Bakr və Ömər radiyallahu anhuma bir məclisdəydik. Və başqa sahabələr də var idi. Və ya mən, atam, Abu Bakr və Allah Rasulü sallallahu aleyhi ve sellem bir yerdəydik. Allah Rasulü bizə belə sual verdi. Sizlərdən kim Allah Taala'nın möminə bənzətdiyi ağac barədə xəbəri var? Sizlərdən kimin bu barədə xəbəri var? Abdullah ibn Ömər deyir ki, radiyallahu, o vaxtı mən hələ həddi buluğa çatmamış bir uşaq idim. Və ya cavan idim. Və gördüm Abu Bakr cavab vermədi. Ömər cavab vermədi. Atam yəni. Və sonra Peyğəmbər sallallahu aleyhi ve sellem dedi ki, bu xurma ağacıdır. Yəni, Allah Resulü sallallahu aleyhi ve sellem Abdullah ibn Ömərdən soruşmadı. Demədi, ey Abdullah ibn Ömər, sən bilirsən hansıdır? Çünki orada yaşda çox kiçik idi. Allah Resulü orada, ondan 1 yaş 8 ay kiçik. Abu Bakr orada, ondan yaşsa kiçik. Ömər orada və Ömərin oğlu orada. Ömər radiyallahu anhu gəlir, Abdullah ibn Ömər gəlirlər evə. Deyir, ata, Ömər üçün deyir. Ömər üçün deyir. Ata, mən o sualın cavabını bilirdim. Mən bilirdim o xurma ağacıdır. Lakin demədim. Dedi, bəs ne üçün demədin? Deyərdin, Allah Resulü səni qucaqlayardı. Baxma, sən uşaqsan ona görə. Qucaqlayardı, sənin üçün bir dua eləyərdi, sənin bağrına basardı. Deyir, axı sənlə Abu Bakr oradaydı. Yəni gözlədi kəlamın yeri. Gözlədi kəlamın yeri. Və həmçinin çoxdur buna uyğun hədislər və çoxdur buna uyğun şahidlər Quran və sünnədən, lakin eyb etməz bunu zikr eləmək və bununla kifayətlənmək, gözləmək. Gözləmək. Həmçinin 3-cü şərt odur ki, danışanda müxtəsər danışmağa meyilli olmaq. Uzun lazım deyil, müxtəsər. Necə alimlər deyir ki, kimin kəlamı çoxalsa, xətası çoxalar. Nə qədər qısa sözlərlə və adi formada fikri çatdıra bilirsənsə, çatdır. Lazım deyil, yəni, nəsə axtarasan, nəsə bir ezaskar bir söz işlədəsən, nəsə bir şey deyəsən, ehtiyac yoxdur. Çatdıra biləcəyin formada, deyə biləcəyin, insanların ağlının kəsə biləcəyi formada çatdır. Necə Allah Teala bizə kəlamını müxtəsər formada çatdırıb. Və Peyğəmbər sallallahu aleyhi və səlləm müxtəsər formada çatdırıb. Ey Allahın Rasulü, ən çox hörmətə layiq olan kimdir? Deyir, anan. Deyir, sonra, deyir, anan. Deyir, sonra, deyir, anan. Deyir, sonra, deyir, atan. Yəni, uzatmır. Cavablarına fikir versən müxtəsərdir. Ey Allahın Rasulü, mənət nəsiyyət elə. Deyir, qəzəblənmə. Deyir, yenə nəsiyyət elə. Deyir, qəzəblənmə. Deyir, yenə nəsiyyət elə. Deyir, qəzəblənmə. Müxtəsər və qıssa. Və həmçinin bacarsan, müxtəsər cavab vermək. Çünki müxtəsər cavab və müxtəsər kəlam xatadan səlimlidir. İnsanı xatadan qoruyur. Və sonra şərt 4-cü olaraq alimlər gətirir ki, danışdığı zaman münasib kəlmələr seçmək. Danışdığı zaman münasib kəlmələr seçmək. Ola bilər, birinə demək istəyirsən ki, bu şeyi eləmə. Səndə məqsəd nədir? Məqsəd odur ki, o şeyi eləməsin. Məqsəd deyil ki, sən ondan acı danışmaq və ya sən ona göstərməsi ki, sən ondan üstünsən, sən ondan güclüsən, sən ondan alisən, sən ondan mərtəbəcə yüksəksən. Məqsəd budur ki, o onu eləməsin. O zaman ləfsi gözəl seçəcəksən.
elə bir ləfz işlədəcəksən ki, onunla nəticə hasil olsun. Allah Teala buyurur ki, Firona get, Allah Teala buyurur ki, Musaya get Fironun yanına, onunla gözəl danış. Bəlkə xatırlaya və qorxa. Get ondan gözəl danış. Yaxşı sözlər seç. Baxma, Firondur, mədhi, tərifi, sənanı xoşlayır. Başçıdır bu. Sən gedib ondan acı danışsan, təbii ki, qəbul eləməyəcək. Ona görə Həccac ibn Yusufun yanına alimlərdən gəlib kobud danışanlar olurdu. Ey zalim, ey qəddar. Və Həccac ibn Yusuf da həqiqətən də həddi zatında zalim birisi idi. O da cavab verdi ki, ay filan kəs, sən elmlisən yoxsa Musa? Sən Allah qatında hörmətlisən yoxsa Musa? Deyirdi ki, əlbəttə Musa. Deyir, mən çox zaliməm yoxsa Firon? Deyir, əlbəttə Firon. Deyir, Allah Teala səndən yumuşağını məndən zalimin üstünə göndərəndə demişdi ki, ged yavaş danış, yumuşaq danış. Nə qışqırırsan üstünə? Yəni, nə olur yəni? Sənin məqsədin məni doğru yola yönəltməkdirsə, gözəl sözlər seç. Əksinə, bəzən insan elə sözlər seçib qarşısındakını çəkindirmək istəyir ki, əksinə o sözləri daha da onu rəğbətləndirir, geçsin, onu eləsin. Deyir, mən acığa lab artıq deyəcəm. Elə sənə acığı verəcəm. Halbuki o nəsiyyətdən sonra oldu. Nəsiyyətə qədər onu eləmirdi. Ona görə alimlər buyurur ki, həmçinin ləfz seçəndə münasib ləfz seçmək. Bu 4 dənə şərt. Hansı ki, biz onu zikr elədik. Ən birinci odur ki, ən birinci nədir? Kim deyər, ən birinci nədir? Ehtiyac olsa danışmaq. Birinci, ehtiyac olsa danışsın. İkinci, mövzusunda danışsın. Nə mövzudur, o mövzuya uyğun danışsın. Üçüncü, nə qədər bacarır, müxtəsər danışsın. Qısa danışsın, çünki çox danışanda xəta olur. Dördüncü, kəlmələri seçə bilsin. Seçsin kəlmələri, danışsın. Bununla danışmaq olar. Və alimlər deyir ki, kim bu 4 şərtə əməl etsə, onun kəlamından xəta xalis olar. Xəta uzaqlaşar, xətadan xali qalar kəlamı. Amma kim bu 4 şərtə əməl eləmədən danışsa, artıq xətaya düşmək ehtimalı böyüdür. Və sonra alimlər davam edərək bu 4 qaydadan sonra deyirlər ki, ən gözəl dil qorunan dildir. Fikir vermişsiniz, Allah Teala dili də xilqət olaraq içəridə yaradır. Yəni sən ağzını açmasan, o açılmır. Sən danışmasan, o danışmır. Aydındır, bir növ bir şey gizlidir. Bir şeyin içindədir, qapalıdır. Və deyir, ən gözəl din qapalınandır və qorunandır. Ən gözəl kəlam çəkiləndir. Yəni, çəkilib, ölçülüb danışılan kəlamdır. Bu şərtlərdən sonra alimlər bunu deyirlər. Və deyirlər ki, əgər danışacaqsansa, elə söz danış ki, sakit durmağından xeyirli olsun. Əgər danışacaqsansa, elə danış ki, sakit durmağından xeyirli olacaq o danışığın. Xeyirli olmayacaqsa, onda sus. Kim Allaha və axirət gününə iman edirsə, ya xeyir danışsın, ya da sussun. Və sonra buyurur ki, sözünü, kəlməvi vüqarlı olmaqla izzətli tut. Vüqarlı olmaqla, başı açıq, üzü ağ olmaqla kəlamı uca tut və həmçinin sakit durmaqla kəlamı uca tut. Deməli, sakit durmaq, kəlamı qorumaqdır. Görürsünüz, qardaşlar, hərdən biz kimlərsə barə deyirik ki, eşi boş boğazdır. Çox danışır ona görə. O sakit durmaqla öz kəlamını qorumuyub. O sakit dursaydı, kəlamını qoruyardı. Adam da var, məsələn, görürsən, danışmır belə, az danışanda deyirlər, sakit durun, görə nə deyir? Bu kəlamını qoruyan adamdır, bu hər şeyə danışmaz. Aydındır. Ona görə alimlər deyir ki, kəlamını qoru, nə ilə? Onu izzətləndir, onu zinətləndir, vüqarla. Həmçinin sakit durmağı bacarmaqla. Mən uzun danışmaq istəmirəm, arkadaşlar. Bu, məncə bəs eləyər. İnsan danışır, bu onun xilqətinin gərəkdirdiyi bir xüsusiyyətdir. Söz, danışa bilmək qüdrəti və ifadə eləmək qüdrəti. Lakin
bunun istimalı, istifadəsi, bunun tətbiq qaydası şərtlər üzərindədir. 4 şərt. Ən birinci, ehtiyac olsa, ikinci, mövzuya uyğun olmalıdır, üçüncü, müxtəsər olmalıdır, dördüncü, kəlməni düzgün seçməlidir. Aqulu ma tesma'un, estağfirullah li və lakum və lisairil muslimin min kulli zənbin, estağfiruhu innehu huvel gafurur rahim. Allah razı olsun. Allah razı olsun. Ne kadar oldu?